Bu video yalnızca bilgilendirme amacıyla hazırlanmıştır. Amacımız, kullanıcıları doğru ve güvenilir bilgilerle yönlendirmektir. Videoda herhangi bir yasa dışı işlem, yanıltıcı içerik veya YouTube topluluk kurallarını ihlal eden bir unsur bulunmamaktadır. Tüm işlemler yasal çerçevede ve eğitim amaçlı gösterilmiştir. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu gündən yepyeni super videodan sizlərin qarşınızdayım. Əziz izləyicilər, bu tipli TV Box aparatlarına sizlərə bu günlərim kanal necə yığılır? Kanala Samsung televizorlarına, LG televizorlarına, Tabo televizorlarına fərqi yoxdur ümumiyyətcə. Hər hansı bir televizorlara qazansız şəkildə sadəcə internet vasitəsindən, çanak antenasız, kabel xətsiz, sadəcə internetə qoşulursunuz, video baxırsınız. Burada dediyim proqramları yükləyərəkdən rahat bir şəkildə izləyirsiniz. Bir şey nəzərinizə saxlayayım ki, burada verdiyimiz proqramların hamısı qanuna uyğun və legal vəziyyətdədir, qanuna uyğun şəkildədir. Bunun da üçündə siz tarayıcınızı açırsınız, nə qədər də olmasa baxmayaraq, tarayıcınızdan qanuna uyğun şəkildə vəziyyətdə bunları kodları yazırsınız. Rahat şəkildə baxacaqsınız. Əziz izləyicilər, bu günlərim Samsung televizorlarınızda, LG televizorlarında, bu tip Android televizor aparatlarda iki növ proqram deyəcəm. Mən həmişə deyəcəksiniz ki, bir proqramı bizlərə göstərirsən. Xeyr, bir proqramı göstərmirəm. Əslində çox proqramda işləyir. Sadəcə rahat şəkildə işləməyini göstərməyi bu proqramda göstərir. Birinci növbədə televizor proqramıdır. Bu proqramı yükləyirsiniz, install edirsiniz. İkinci proqram isə TVMate proqramıdır. Yəni rahat işləməyini deyirəm. Bax, həmin bu proqramdır. Bunu isə yükləmişəm artıq. İnstall edirsiniz, yükləyir. Əziz izləyicilər, bunları yüklədikdən sonra gəlirsiniz, girirsiniz. Televizor proqramında açacağım. Yəni sistem eynidir. Alt dördüncü hissəni, başlıq hissəsini H-dən başlayan xət olan hissəyədək, dördüncü hissəni deyirəm. Hissəyədək birinci yorumlarda sabit edəcəm. Onu yazırsınız. Sonra isə videonun içindəki dördüncü qismi yazırsınız. Başa düşdünüz yəqin ki, nöqtə vergül hamısını yazmalısınız. Bir dənə hərf kiçik, balaca hərf olsa işləməyəcəkdir. Əziz izləyicilər, bir də bax, mən sizlərə çox dedim. Burada heç kim istəmədi. Belə tip Android tipli aparatların da VS formaları, Androidlərin incələnməsi bizim kanalımızda gələcəkdir. Zəhmət olmasa, əgər istəyirsinizsə, bir dənə incələmə sözünü yazın bizlərim burada. Create playlisti basırsınız bu küşdəki Extreme New Code hissəsinin üstünə oku basırsınız və 4 cərgə gələcəkdir. 4 cərgə gəldikdən sonra birinci qismdə öz adınızı, yenə də deyirəm, yasal, qanuna uyğun şəkildə proqram kullanmalısınız. Hər şey qanuna uyğundur. Heç bir politik qaydalarını da buradan pozmadan sizlərə izah edirəm. Sadəcə bilgiləndirmə məqsədi ilə çəkilmiş bir videodur, əziz izləyicilər. Birinci öz adınızı aldığınız yerdən alırsınız və burada server və hamısını bir və bir yazırsınız, əziz izləyicilər. İndi bu günlərim mən sizə verəcəyim çox superdir. İndi özünüz inşallah görəcəksiniz. İnşallah özünüz izlədikcə də baxacaqsınız necə olduğunu. Bir dənə yorumların altında çox sağ ol sözünü bizdən əsirgəməyin, əziz izləyicilər. Çox sağ ol sözünü bizlərdən ötürü əsirgəməzsiniz. Bircə dəqiqə zəhmət olmasa. Telefonda axtarıram ki, hansıdır?
Əziz izləyicilər, artıq burada verdiyim, yenə də deyirəm, birinciyə öz adınızı yazmalısınız. Fərqi yoxdur, öz adınız və yaxud da bir kiçik A hərfi, yəni biləsiniz ki, bu həqiqətən odur. İkinci hərfin hamısı kiçik hərfdəndir. Bax, əziz izləyicilər, hamısı kiçik hərfdən olacaqdır. Kiçik hərfdən olacaqdır. Next-i basırsınız və ikinciyə yazılan qismi yenidən üçüncüyə də yazırsınız. Bu izləyicilər, bax, bir şeyi biz nəzərimizdə saxlayın. Bunu yazdıqdan sonra next knovkasını basırıq. Son hissəsinin, bax, bu sona yazdığım hissəyə diqqətlə baxın, əziz izləyicilər. Son hissəsinin başlıq hissəsini 2 xəttdən qutaran hissəyə qədər bax, yorumlarda sabitləyəcəm. Sonra isə dördüncü qismdən olan hamısını fikir verin. 4 yazıram, 4'ü yazırlar. 4 yazmağım o deməkdir ki, 4-cü cərgədir. Yəni bu 4'ü yazmağa ehtiyac yoxdur. Yəni bəzi insanlar var, həqiqətən başa sağlıq. Düz deyil, bura bizi izləyənlərin çoxu başa düşən insanlardır, amma düşməyənlər də çoxdur. Yenə də deyirəm, hər hardan alırsınızsa alın, bizlərə müraciət eləyin, zəhmət olmasa. Bizlərdə özümüzdə legal şəkildə, qanuna uyğun şəkildə hamısı özümüzdə var. Başqa yerdə gedib axtarmağınıza gərək yoxdur. Və yaxud da almaq fikriniz yoxdursa, hər hansı bir şeye baxmaq istəyirsinizsə bir günlük, bizləri ondan ötürü narahat eləməyin, əziz izləyicilər. Yəni bizim vaxtımız yoxdur, biz də iş-güc adamıyıq. Və yaxud da ki, saat 9-dan, 8-dən sonra bizləri yığmayın Kataqaliski. Biz belə şeylərə biraz, siz necə insanıq, biz də yoruluruq. Yəni belə şeylərə biraz fikir vermək lazımdır. Sən baxırsan, o demək deyil ki, mənim istirahətimi poza bilərsən, əziz izləyicilər. Bunlar yəni fikir verilməli şeylərdir. Bir dənə məsəl üçün uşaq çıxıb, kanalı özü hazırlayır. İndi düzdür, mənim yorumların altında da bizi gözləyir. O uşağa da dəstək verin. O da bir Azərbaycanlıdır. Necə deyim sizlərə? Azərbaycanlıdır. Ona dəstək verin. Kanala like atın. O uşağın girəm yorumlarına baxıram. Çoxu söyənlər də var belə hətta. Nə lazımdır? Ən azından bəzi insanlar kimi heç nə eləməməyə, durub şey eləmir. Nəsə eləməyə çalışır. Doneyini basırsınız. Amma hər şeyi qanuna uyğun şəkildə görməlisiniz. İnternetdən qanunsuz hər hansı bir proqramları götürüb birbaşa şeyinizə vurmayın. Bunlar hamısı təhlükəli şeylərdir. Save basırıq və artıq yüklənməni gözləyirsiniz. Bax, əziz izləyicilər, yenə də deyirəm. Bax, bu tipli aparatların, bax, belə aparatların, belə məsəl üçün Krosna aparatların hamısının incələnməsi bizim kanalda olacaqdır. VS formalarında olacaq, incələnmələri olacaq. Yəni izləmədə qalın ki, axıracan baxa biləsiniz. Kanalımız artıq gəldi. Buradan sizə aid olan hissəni birbaşa gəlirsiniz. Türk hissəsini seçirsiniz. Və artıq burada rahat şəkildə baxa biləcəyiniz bütün şeylər burada mövcuddur. İndi bu hissəni mən çox güman ki göstərməyəcəm. Rahat şəkildə evinizdə baxa biləcəksiniz, əziz izləyicilər. İndi isə buradan çıxıram. Sizlərə başqa bir şey də haqqında da məlumat verirəm. Bu tipli aparatların bizdə satışlar da mövcuddur. Bu tipli aparatların, Androidlərin satışları da mövcuddur. Əgər istəsəz, bizlərə müraciət eləyə bilərsiniz. Əziz izləyicilər, nəzərinizə saxlayın. Bir ədəddən 10 ədəd alanın arasında çox fərq var. Bu tipli aparatların bizdə satışları da mövcuddur. Satışları da olacaqdır. Bir ədəd olanla 10 ədəd arasında qiymət fərqləri də var. Siz məsəl üçün
bir ədəd alırsınız, deyirsiniz mən satış qiymətinə ver. Xeyr qardaş, topdan qiymətinə mən sənə necə verim? Onda iş toptancılar bizdən almaz ki, onda biz bir-bir sataq da. Olmaz elə şeylər. Yəni belə şeylərə fikir vermək lazımdır. Bu aparatın da belə bir çox möhtəşəm bir pultu var, səs sistemi var, klavyəsi var, mouse siçanı var, hər şey var. Birbaşa YouTube-un üzərinə basırsınız, YouTube-u var. Yəni belə şeyləri var. Məsələn, YouTube-u aç. YouTube for Android TV. Diqqətlə baxın, zəhmət olmasa. Bax, proqramın bunun üzərindən basırıq, YouTube-u aç deyirik. Hər hansı bir YouTube üzərindən deməli, hər hansı bir filmi aç və baxın. Tamam, birkaç video gösteriyorum. Diqqətli şəkildə gördünüz mü, əziz izləyicilər? Birbaşa tulladı. Hər hansınıza üzərinə gəlirsiniz, baxırsınız. Və yaxud da hər hansı bir barışçı, məsələn, barışçı YouTuber'ın kanalını aç. Tamam, birkaç video gösteriyorum. Diqqətli şəkildə baxın. Gördünüz, birbaşa gəlib çıxır. Yəni belə şeylər var. Yəni bu aparatlardan o ucuz satılan aparatları səhv salmayın, əziz izləyicilər. İzləmədə qalın, kanalımıza abunə olun, like atın. Bundan sonraki bir dənə super videomuz gələcəkdir. Android televizor və Android televizorları üçün olanlar. Yəni həddindən artıq çox super aparat gəlir. İzləmədə qalın. Onu da qaçırmayın. Çünki məncə qaçırmamağı sizlərə tövsiyə edirəm. İzləmədə qalın və kanalımıza abunə olun. Və abunə olmaq 5 saniyəlik bir şeydir, əzizlər. Heç bir pul çıxmır. Abunə olursunuz və bildirimləri sağdan açırsınız tümü şəkildə ki, videomuz atan kimi sizə gəlsin, bildirimləri düşsün. Hələlik.